Hı. Çemberde uzunluğu uşaq birinci test. Dənə-dənə puza yayımlarından. Hadi gələn həftə inşallah buradan Qalatadan da verəcəm. Onları da müzakirə edəcəyiz. Bir özəlliyə görə birinci soruda cavab nə olurdu Kamran? Yəni AB BC-yə bərabər olduğu üçün Bəli, x bərabərdir 5. bəli 5 olacaq. Yəni D şıkkı. Bu bizzat özəlliyin kəndisidir. Yəni formunun özəlliyidir. İkinci sualda necə olacaq Kamil? Yenə aynı özəlliyi olacaq. Yenə eyni qayda olacaq. Yəni ki, hər nə qədər bir çöldən, yəni nə cür istəsəniz uzatsaq da, bütün parçalar bir-birinə eşit olduğu üçün nə olacaq? 2x çıxılsın 5, x üstə gəl 6-ya bərabər olduğu üçün x nəyə bərabər olacaq uşaqlar? 11-ə bərabər olacaq, yəni Y bəndi. Cavanşir bunu yazmışdıq da Mehrab yəqin ki. Bəli. Hı -hı. Üçüncüdə eyni qövslər uşaqlar, bunu bucaqlarda da demişdik. Eyni vətərlər, eyni qövslər, uzunluqlar, dərəcələr hamısı bir-birinə eşit olacaq. Yəni 3x çıxılsın 1 bərabər nəyə? 17-yə. 3x bərabərdir 18-ə. X də nəyə bərabərdir? 18-i 3-ə böləndə 6-ya, yəni D bəndi olacaq. Gəldik dördüncü suala uşaqlar. Yenə eyni qayda. 2x üstə gəl 6 nəyə bərabərdir ay uşaqlar? 3x çıxılsın 4-ə. X də nəyə bərabərdir buradan? Bu tərəf atanda 6 üstə 4 gəldi 10-a. Bizdən x istədiyinə görə Y bəndi. Davam eləyək uşaqlar. İrəlidə yaxşı suallar da var. 5-ci sual. 5-ci sual aydəsində bəyəqlər konu anlatımında nümunə demişdik. Yəni AB BY-yə bərabər olduğu üçün 3-dür. Yəni AC 8-dir. AC 8 olduğu üçün FC də 8-dir. 2 olduğu üçün 2-dir. 8-dən də 2 çıxanda nə eləyir? 6 eləyir. Yəni B bəndi. Var mı uşaqlar başa düşmədiyimiz? Kamil var mı anlamadığımız buraya qədər? Yoxdur hocam. Aliyə bura qədər hamısı düzdürmü? Aha, bura qədər hamısı düzdür müəllim. 7-ci sualı mən eləyə bilmədim. Tələsmə, səbirli ol. 3-dürsə burada 3 olur. Tamam mı? Bura olur 9. 9-dursa burada 9-dur. 9-dan 2-ni çıxanda nə eləyir? 7 eləyir. Yəni A bəndi. Davam eləyək uşaqlar. 7-ci sual. Nə deyir? Deyir ki, AC 8-dir. Dolayısıyla FC də 8 olacaq. İndi uşaqlar, bunu istərsəniz hərflə yaza bilirsiniz. İstərsəniz AB-nin BY-yə eşitliyi kimi. Bizdən nə istəyir? BDC-nin çevrəsini, yəni perimetrini istəyəcəkdir. Tamam mı? Bəzən uşaqlara lap belə işin fırıldağı olsun deyə özümdən də məsələn üçün deyirəm ki, rəqəmlər qoya bilirsiniz uşaqlar. Rəqəmlər qoya bilirsiniz. 8 olsun da sonuçta. Rəqəmlər qoya bilirsiniz. Rəqəmlər qoya bilirsiniz. Tamam mı? 8, 8 nə eləyəcəkdir arkadaşlar? 16, yəni C bəndi. İstəsən laf pozub 8, 8 olması üçün istəsən laf AB də eləyə bilərsən. Bura A olacaq. Nə bilim CD də eləyə bilərsən. Bura C olacaq. Yəni hər türlü eyni açıqlamaya gələcək Aliyə. Başınızda yəqin ki. Tamam, başa düşdüm müəllim. 8-ci sual. Mehrab eləmisən mi 8-i? Xeyr müəllim. Bax 7-dir. Eləyən var mı arkadaşlar 8-i? Mən eləmişəm. Mən də Bax, eləmişəm. tərəfləri yazdıq üstünə. Çox gözəl Cavanşir. X-dırsa bura olur 7 minus X. Biz nə dedik kurala görə? X-dırsa burada X-dir. 8 minus X. Biz dedik ki, tərəflər toxunanlar çəkiləndə ikisi də bir-birinə eşitdir. 7 minus X. Bu da buna bərabərdir 8 minus X. AC toplamın 9-a eşit olması lazım deyilmi? 7 çıxılsın X. 8 çıxılsın X bərabər nəyə? 9-a. 15 çıxılsın 2x bərabərdir 9-a. 2x bərabərdir 6-ya. X də nəyə bərabərdir? 3-ə. Yəni C bəndi.